Salam əziz izləyicilər, bu gün 2008-ci ildə keçirilmiş 3-cü qrup B variantı qəbul imtahanlarının suallarının izahlarını verəcəm. 51-ci sualdan başlayaq. Funksiyanın sıfırlarını tapın deyir bizə. Funksiyanın sıfırları, yəni funksiyamızın, y-imizin sıfıra bərabər olduğu qiymətlər deməkdir. Y-in yerinə 0 qoyuruq. Olur 3,3-də 1 x çıxılsın 10 bərabər 0-a. Buradan 3-də 1 x bərabər olur 10-a. X də bərabər olur 30-a. Cavab B variantı. 52-ci sual. Qonşu bucaqlardan biri digərinin 80%-ni təşkil edir. O zaman bucaqlarımızdan biri x olacaq, digəri də olacaq onun 80%. Yəni x vurulsun 80 bölünsün 100. 0,8x. Bunların cəmi bizə verəcək neçəni? 180. Çünki qonşu bucaqların cəmi 180-ə bərabərdir. Buradan x bərabər olur 100-ə. X 100 olanda bucaqlarımızdan biri 100 olur, digəri də 80. Bizdən kiçik bucağın dərəcə ölçüsünü soruşur. Cavab olur 80 B variantı. 53-cü sual. Loqaritma 2 əsasdan 2x minus 3 bərabər 3 tənliyini həll edin. 3-ün yerinə yazırıq loqaritma 2 əsasdan 8. Dərəcələrimiz eynidir. Əsaslarımızı bərabərləşdiririk. Yəni 2x minus 3 bərabər 8 yazıb həll edirik. Buradan 2x bərabər olur 11-ə. X də bərabər olur 5,5-ə. B variantı. 54-cü sual. İfadəni sadələşdirin deyir. Əgər əsaslarımız eynidirsə, bu zaman vuranda qüvvətlər toplanır, böləndə isə qüvvətlər çıxılır. Yəni burada olacaq 6 üstü mənfi 4, üstə gəlinsin mənfi 9, çıxılsın mənfi 12. Bu da bizə verəcək 6 üstü mənfi 4 ilə mənfi 9 edir, mənfi 13. Buradan mənfi ilə mənfi müsbət olur. Olur plus 12. Bu da bərabər 6 üstü mənfi 1-ə. Bu da olacaq 1 bölünsün 6. 55-ci sual. Kök altı 42 ədədinin tam hissəsini tapın. Tam hissə yəni 42-dən kiçik hansı ədədin hansı ədəd kök altından çıxırsa, o bizim tam hissəmizdir. Kök altıda 42-dən kiçik ədədimiz 36-dır. 36-dan çünki 6 çıxır. 36-dan sonra 49-dan 7 çıxır. Və kök altda 42-də 6 ilə 7 arasında sayıldığı üçün tam hissəsi olacaq 6. B variantı. 56-cı sual. Ədədi silsilədə A1, A2, A3, A4 cəmi 40, A2, A3, A4, A5 cəmi 60 olarsa silsilə fərqini tapın. Burada silsilə fərqini tapmaq üçün aşağıdakı cəmdən yuxarıdakı cəmi çıxırıq. Yəni yazırıq A2 plus A3 plus A4 plus A5. Çıxılsın A1, çıxılsın təkrar A2, çıxılsın A3, çıxılsın A4. A2 ilə müsbət mənfilər gedir, A3-lər də həmçinin A4-lər də. Geriyə qalır A5 minus A1. Bərabərdir neçəyə? 60 minus 40-a, yəni 20-yə. A5-in yerinə yazırıq A1 plus 4-dir. Çıx A1 bərabər 20-yə. Buradan da 4 də bərabər 20, D də bərabər olur 5-ə. Silsilə fərqimiz oldu 5. C variantı. 57-ci sual. Həm 3, həm 4-ə bölünən neçə 2 rəqəmli ədəd var? Həm 3, həm 4-ə bölünən 2 rəqəmli ədədlər 12, 24, 36, 48, 60, 72, 84, 96. Toplam oldu 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. B variantı. 58-ci sual. 2 ədədin cəmi 38, fərqi 12-dir. Bu ədədlərin hasilini hesablayın. 2 ədədin cəmi, yəni x plus y bərabərdir 38-ə. Fərqi, yəni x minus y bərabər 12. Bu ifadələri tərəf-tərəfə toplayanda olur 2x bərabər 50, x də bərabər 25. X 25-də y də olur 13. Burada yerinə qoyuruq 25, 25 plus y 38, y də bərabər 13-ə. Bizdən hasilini soruşur. 25 də vuranda 13-ə 250, 325. Cavab B variantı. 59-cu sual. Mənfi 4x kiçik 12 bərabərsliyin ən kiçik tam həllini tapın. Yazaq mənfi 4x kiçik 12. Sonra hər tərəfi bölək mənfi 4-də olacaq x 12 mənfi 4-ə bölündə mənfi 3 və mənfi ədədə vurub böldüyümüz üçün kiçikdir işarəsi əksinə dəyişəcək. Olacaq böyükdür. X böyük mənfi 3. Yəni mənfi 3-dən müsbət sonsuzluğa kimi bizim həllimiz olacaq.
Bizdən nəyi soruşur? Ən kiçik tam həllini soruşur. Ən kiçik tam həlli olsaq -2 Y variantı. 60-cı sual. Yaşları 9, 12 və 15 olan 3 qardaş 36 manat pulu yaşlarına mütənasib olaraq böldülər. Kiçik qardaşa nə qədər pul düşdü? Əgər yaşlarına mütənasib olaraq bölürlərsə, hər qardaşa düşən pul olacaq 9x, 12x və 15x. Bunların cəmi nəyə bərabərdir? 36-ya bərabərdir. 9, 12, 15-in cəmi bizə verir 36x-i bərabər 36-ya. Buradan da x bərabər olur 1-ə. X 1 isə deməli kiçik qardaşa düşüb 9 manat, ortancıl qardaşa 12 manat, böyük qardaşa da 15 manat. Bizdən soruşur kiçik qardaşa neçə manat pul düşdü? Cavab olur 9. Yəni D variantı. 61-ci sual. Təniklər sistemindən x plus y cəmini hesablayın. X plus y cəmini hesablamaq üçün əvvəlcə y-ləri bərabərləşdirək. Yuxarıdakı ifadədə hər tərəfi vuraq 3-ə, olacaq 18x üstə gəlinsin 12y bərabər 15-ə. Aşağıda isə hər tərəfi vuraq 4-ə, olacaq 20x üstə gəlinsin 12y bərabərdir 8-ə. Sonra bu ifadəni aşağıdan yuxarıya doğru çıxaq. Olacaq 2x bərabərdir 8 minus 15, yəni -7-yə. X də bərabər oldu -3,5. Burada x-in yerinə qoy bir y tapaq. Olacaq 5 vurulsun -3,5, yəni -17,5 üstə gəlinsin 3y bərabər 2-yə. Buradan da y bərabər olacaq 6,5-ə. X tapdıq, y tapdıq. Bizdən bunların cəmini soruşur. -3,5 ilə -6,5-in cəmi də bizə verir -3-ü. Y variantı olur cavab. 62-ci sual. Verilmiş kvadrat üsədlinin köklərini tapın. Köklərin, yəni həmin kvadrat üsədlinin 0-a bərabər olan qiymətləri deməkdir. Bu ifadənin köklərini də tapmaq üçün əvvəlcə kvadrat üsədlini vuruqlara ayırırıq. Olur x plus 3 vurulsun x minus 2 bərabər 0-a. Buradan x1 bərabər olur -3-ə, x2 bərabər olur 2-yə. Cavab oldu A variantı. 63-cü sual. Verilmiş funksiyanın təyin oblastını tapın. Təyin oblastı x-in aldığı qiymətlər deməkdir və əgər ifadəmiz kökün altındadırsa, kök altı ifadə həmişə böyük bərabər olmalıdır 0-dan. Bizdə də kökün altındakı ifadə x minus 3 olduğu üçün hər tərəfin üzərinə 3 əlavə edirik. Olur x böyük bərabərdir 3-dən. Həll çoxluğumuzda belə olacaq. 3 müsbət sonsuzluq. Cavab oldu A variantı. 64-cü sual. İfadəni vuruqlara ayırın. Vuruqlara ayırmaq üçün x kvadratla x y cütləşdiririk. 3x-də 3y. Əvvəlcə x kvadrat və x y-dən x mötərizənin xaricinə atırıq. İçəridə qalır x plus y. 3x və 3y-dən isə müsbət 3-ü mötərizənin xaricinə atırıq. Mötərizənin içərisində qalır x plus y. Sonra bu ifadədən x plus y mötərizənin xaricinə atsaq, ikinci tərəfdə də olacaq x plus 3. Cavab oldu C variantı. 65-ci sual. Kəsri ixtisar edin. Bu kəsri ixtisar etmək üçün sürəti və məxrəci vuruqlara ayırıq. Sürətimiz olacaq a minus b vurulsun a plus b. Məxrəcimiz olacaq a plus b vurulsun a kvadrat minus ab plus b kvadrat. A plus b'lər ixtisar getdi. Geriyə qaldı sürətdə a minus b, məxrəcdə isə a kvadrat minus ab plus b kvadrat. 66-cı sual. Şəklə əsasən b çıxılsın a çoxluğunu göstərir. B çıxılsın a çoxluğu deməkdir ki, yəni ümumi b çoxluğundan b və a-nın kəsişməsini çıxırıq. Geriyə nə qalır? Qalır 3, 7 və 9. D variantı. 67-ci sual. A, B və C nöqtələri mərkəzi O olan çevre üzərindədir. Bucaq AOC 162 dərəcə olarsa, ABC bucağını tapın. Burada ABC bucağı ilə AOC bucağı eyni vətərə söykənmiş mərkəzi bucaq və daxilə çəkilmiş bucaqlardır. Əgər mərkəzi bucaq və daxili çəkilmiş bucaq eyni vətərə söykənibsə, burada daxili çəkilmiş bucaq mərkəzi bucağın yarısına bərabərdir.
Ona görə burada mərkəzi bucağın dərəcə ölçüsünü biz tapa bilərik. 360-dan 162-ni çıxırıq, qalır 198. Daxili çəkilmiş bucaqda 198-in yarısına bərabərdir. O da olur 99. C variantı. 68-ci sual. Şəkildə ASB 90 dərəcə, bucaq 1 bərabərdir bucaq 2, bucaq 375 dərəcə olarsa bucaq A-nı tapın. Bucaq 375 dərəcə olarsa və bucaq 1 ilə bucaq 2 bir-birinə bərabərsə, deməli 90-ın yarısıdır ikisi də 45 dərəcə, 45 dərəcə. 45 dərəcə ilə 75 dərəcə olur 120 dərəcə. Yuxarıdakı bucaq olur 60 dərəcə, çünki üç bucağın daxili bucaqları cəmi 180 olmalıdır. Bizdən nəyi soruşur? Bizdən bucaq A-nı soruşur. Bucaq B 60, bura ümumilikdə 90, deməli burada 30 dərəcə olur. Cavabımız oldu Y variantı. 69-cu sual. Perimetri 20 cm olan düzbucaqlının uzunluğu enindən 6 cm böyükdür. Düzbucaqlının sahəsini tapın. Bu bizim düzbucaqlımız. Uzunluğumuz enimizdən 6 cm böyükdür. Yəni enimiz x, uzunluğumuz isə x plus 6. Perimetrimiz 20 olarsa, perimetr nəyə bərabər idi? 2 vurulsun A plus B. Yəni x plus 6 bərabərdir 20-yə. Buradan 2x plus 6 bərabər olacaq. 20 bölü 2, yəni 10-a. 2x bərabər 4-ə, x də bərabər 2. X 2 olarsa tərəflərimizdən biri olacaq 2, digəri olacaq 8. Bizdən düzbucaqlının sahəsini soruşur. Düzbucaqlının sahəsi də bərabərdir A vurulsun B. 2 vurulsun 8 də bərabərdir 16-ya. Y variantı. 70-ci sual. X, Y üstəgəlsin Z kvadrat bərabər 2 olarsa verilmiş ifadəni sadələşdirin. Mötərizələri vurub açaq hər iki tərəfdə. X plus Z, Y plus Z-ə vuranda olur X, Y. Üstəgəlinsin X, Z. Üstəgəlinsin Y, Z. Üstəgəlinsin Z kvadrat. Təkrar üstəgəlinsin X, Y. Çıxılsın X, Z. Çıxılsın YZ, üstə gəlinsin Z kvadrat. Üstünə xətt çəkirlərəm. İslah olur, geriyə qalır 2 vurulsun XY plus Z kvadrat. Nəyə görə 2 vurulsun yazım ki, çünki Z kvadrat da 2 dənədir. XY də 2 dənədir. XY plus Z kvadrat bizə 2 verilib. Cavab da olur 2 vur 2, yəni 4. A variantı. 71-ci sual. İfadənin qiymətini tapın. LG loqaritma 10 əsasdan deməkdir. Yəni yuxarıda kəskin sürətində olur loqaritma 10 əsasdan 64. Məxrəcdə isə olur loqaritma 10 əsasdan 4. Loqaritmik ifadələri bir-birinə böləndə məxrəcdəki ifadəni surətə atıb əsaslı dərəcənin yerini dəyişirik. Yəni loqaritma 10 əsasdan 64, yəni surətdəki olduğu kimi qalır. Məxrəcdəkinin isə dərəcəsi ilə əsasının yerini dəyişərək vurma kimi yazırıq. Bölməni dəyişirək, sürət atırıq. Onlar bir-biriyle ixtisar gedir. Geriyə qalır loqaritma 4 əsasdan 64. Bu da bizə verir 3-ü. Yəni cavab olur A variantı. 72-ci sual. ABC üçbucağında AB BC-yə bərabərdir və hər ikisi 14 cm-dır. DM və DN yan tərəflərə perpendikulyardır. Üçbucağın sahəsi 70 cm olarsa, DM və DN-in cəmini tapın. Burada B və D-ni birləşdirən bir düz xətt çəkirik. Sağda bir üçbucaq yaranır, solda bir üçbucaq. Deməli, burada ümumi ABC üçbucağının sahəsi yaşıl üçbucaqla göy üçbucağın sahələri cəminə bərabərdir. Yaşıl üçbucağın sahəsi nəyə bərabərdir? Bərabərdir DM vurulsun söykəndiyi tərəf, yəni 14 bölünsün 2. Göy üçbucağın sahəsi nəyə bərabərdir? Bərabərdir DN vurulsun söykəndiyi tərəf, yəni 14 bölünsün 2. Bu da bizə nəyi verir? Verir 7 DN. Bu da verir bizə 7 DM. Deməli, bu ikisinin cəmi nəyə bərabərdir? Bərabərdir ümumi üçbucağın sayısına, yəni 70-ə. 7-ni mötərizənin xaricinə atsaq olur 7 vurulsun DM plus DN bərabər 70.
dn plus dn də bərabər olur 10-a. Bizdən dn plus dn-i soruşurdu, cavab oldu A variantı. 73-cü sual. ABC müsbət ədədlər və C böyük B böyük A olarsa, 1 bölü A, 1 bölü B, 1 bölü C ifadə ədədlərini müqayisə edin. Əgər kəsirlərin sürətləri eynidirsə, o zaman məxrəci kiçik olan ən böyük olur. Yəni məxrəcimiz ən kiçik A-dadır, deməli A ən böyük olacaq. Sonra B-dir ən kiçiyimiz, deməli 1 bölü B ortada olacaq. Ən böyüyümüz C olduğu üçün 1 bölü C də ən kiçiyimiz olacaq. Cavab da oldu D variantı. 74-cü sual. Piramidanın oturacağının 2000 təpə nöqtəsi varsa, piramidanın neçə təpə nöqtəsi var? Piramidanın təpə nöqtələrinin sayı bərabərdir. Oturacağının təpə nöqtələrinin sayı üstə gəlinsin 1. 2000-nin də üstünə 1 gəlində cavab olur 2001. C variantı. Beləcə 3-cü qrup B variantı imtahan suallarının izahlarını bitirdik. İnşallah yeni videoda görüşəndə sağ olun.